Salam dostlar, biz bugün yekunlaştırdığımız bir qazanxana hakkında size məlumat verək. Deməli, bura biz 55 kilovat gücündə İtaliyanın Imergaz firmasının Vitrix Pro V2 markalı qazanını, kondensasyonlu qazanını quraşdırmışıq. Qazandan sonra bizim burada durur hidravlik bölücümüz. Bu da paslanmaz nержавейка materialındandır. İçi boy setkadır, pislik tutucudur. Bu da bunun şulam təmizləmək üçün vintilidir. Burada da biz təhlükəsizlik qrupamızı quraşdırmışıq. Əmniyyət vintilimiz, avtomatik hava püskürdücümüz və təzyiq göstərən manometrimiz. Həmçinin bura qazan doldurma cihazı quraşdırmışıq. 2 atmosfer təzyiqə ayarlamışıq. Binamızın tələbatı odur. Burada da zonanı 3 hissəyə bölmüşük. Birinci, ikinci zonada durur bizim mərkəzi isitmə sisteminə gedən pətəklər üçün xəttimiz. İkinci zonada isə yerdən isitmə üçün nəzərdə tutulmuş xəttimiz. İçəridə də kollektorlarımızın hamısı aktuatorla və termostatla təchiz olunmuşdur. Üçüncü zonamız isə bizim qulluq edir bizim isti suyun isinməsi üçün boylerimizə. Boylerdən çıxan isti su xəttimizi də yenə kollektor vasitəsilə bölmüşük. Hər zonanın özünə ayrıca vintili gedir. Bu isti suyumuz, bu soyuq suyumuz. Boylerimizin də təhlükəsizlik qrupası quraşdırılıbdır. Bu da bunun tankının havasını nizamlamaq üçün qəza vintilləridir, qoymuşuq. Burada isə bizim isti suyun devriyəsi üçün quraşdırdığımız bürünc gövdəli devriyə nasosudur. Bürünc gövdə ona görə quraşdırmışıq ki, uzun müddət işlədikdən sonra çubuğun gövdədəki devriyə nasosunda başlayır reaksiya girib suya iyi verməyə. Suda çirkab su xəttində olduğu kimi iyi gəlir. Beləliklə bu sistemimizi də təhvil veririk. Qalır elektrik işimiz. Onu da inşallah elektrik işini yığıb quraşdırıb işə salacaq. Allah işçisinə xeyir versin. Bu da bizim su filtrəmizdir. Su filtrəmizi də şuntlama vasitəsilə, yəni filtrimizdə hər hansı bir qəza baş verərsə, filtri bağlayırıq, şuntlama